Sibis FM-də Mədəniyyət Dalğası efirdədir. Hər vaxtınız xeyir olsun. Aparıcınız mənəm, Şahin Tayfun. Mədəniyyət Dalğası başladı. Teatr, kino və bədii qiraət bu üç sənəti bir nöqtədə birləşdirən aktyordur. Rollar, səhnələr, forma, məkan, hamısı dəyişsə də aktyorun üzərindəki yük eyni qalır həmişə, daşıdığı məsuliyyət. Çünki hər obrazda o insanı oynayır və insanı özünə göstərir, cəmiyyətə güzgü tutur. Bugünkü qonağımız teatr və kino aktyoru, rejissor, bədii qiraət ustası Kamran Yunisdir. Kamran müəllim, xoş eşitdik, xoş gördük sizi. Necəsiz? Xoş günümüz olsun, təşəkkür edirəm, minnətdaram. Şükür, yaxşıyıq. Yaxşı olmağa çalışırıq hər zaman. Kamran müəllim, bir çox mən qabağıma çıxıb bu yaxınlarda, bu son illər ərzində sizin YouTube-da və yaxud da ki, digər sosial platformalarda səsləndirdiyiniz şeirlər olsun. Biz teatra, rejissorluq fəaliyyətinizə sonra gələcəyik. Qiraətçi olmaq üçün nə lazımdır? Sizcə kimə qiraətçi demək olar? Təşəkkür edirəm belə dəyərli mövzuya toxunduğunuza görə, dəyər verin məni çağırdığınıza görə. Bədii qiraət öz-özlüyündə çox dəyərli bir yöndür, istiqamətdir. Baxmayaraq ki, bugün Azərbaycanda bir balaca belə deyək də bas, bariton səsi olan ya səsini boğazına salan hər bir adam bu işlə məşğul olur. Bu işi görür. Məşğul görür ya məşğul olur. Amma bu bədii qiraət deyil. Bu bir nəfər kimdirsə evində oturub bekar qalıb, avaraçılığa düşüb və oturub qəşəng-qəşəng şeirlər, ən önəmlisi gözəl musiqilərin arxasında gizlənərək, bax o musiqini oradan götürsək görəcəyik ki, çox çılım-çılpaq nəsə bir şeirdə oxuyuruz. Ortada heç nə qalmır. Heç nə qalmır. Musiqinin müqabilində dinlənilir. Amma şeir demək həddindən ziyadə çox çətin bir peşədir. Bunun şeirin temporitmi var, Azərbaycan dilinin mükəmməlliyi var, şeirin özünün dərin qatları var, dərin layları var. O qədər dərin bir şeydir ki, bugün bu o qədər belə bəsitləşib. Bax, bugün səhər yoxsa dünən axşam idi, bir məşhur bir qiraətçinin qiraətinə qulaq asıram. Görürəm ki, şeir oxuyur və bu paylaşılır. Və deyir ki, məsəl gəlişidirəm. Qaşlarının hüsnünə heyran, məsəl gəlişdən. Qaşlar, qaş, ş hərfində miyak qızına eşidirsiniz. İnandırım ki, bugün Azərbaycanda televiziya aparıcılarında, bəzən radio aparıcılarında bədii qiraətlə məşğul olan uşaqların çoxsunda ş hərfi problem var. Bu miyak qıznak Azərbaycan dilinə hardan gəlibsə, mən bilmirəm. Çoxsu sinə boğaz səsinə salır. Səsin, məsələn, insanda 5 cürə səs var. Sinə səsi, boğaz səsi, rezonator səsi, qıtlaq səsi, kəllə səsi. Bu 5 səsdən yalnız biri boğaz səsinə sallar. Yenə bu şəhərdə üz-üzə gəldik. Neyniyək başqa bir şəhər. Və bunun müqabilində bu boğaz səsi elə bir səsdir ki, boğaza səs salmaq üçün avtomatik olaraq çənə qapanır və hərflər səlist eşidilmir. Görürsən ki, çənə işləmir avtomatik. Bax, belə xırdalıqları bilməyə, mən istəmirəm o uşaqları aşağılayam və tutaq ki, səhnəyə çıxırlar, nəsə eləyirlər. Çox xırdalıqları var. Bilirsiniz, aktyor sənətində nazlanma deyilən bir şey var. Nazlanma. Rusça koketniçestvo deyirlər də, səhv eləmirəm sözə. Çıxırlar, elə bil sanki özlərini satacaqlar. Əslində, missiya şeir demək deyil. Missiya özünü tanıtmaq. Mən də varam, mən gözələm, gör necə nazlanıram. Nazlanmağa başlayır. Ən dəhşətlisi budur ki, qadın bunu eləyəndə cəhənnəmə ki deyib bunu yola vermək olur. Bunu kişi eləməyə başlayanda o gözlərində naz, kişinin forsu, ədası, bilirsiniz, artıq 21-ci əsrdir. Belə şeyləri yola verə və birdən görürsən əsl sənət qalır bir yanda.
özünü satmaq keçir birinci plana. Və beləcə bədii qiraət sənəti öz əsl mahiyyətini, peşəkarlığını verir. Həmin bu nazlanmaya, bu özündən müştəbehlik, özünü satmaq, egoizmə, onda sənət itir. Ən dəhşətlisi bu deyil. Ən dəhşətlisi odur ki, bax bu insanlara heç vaxt peşəkar adama yaxınlaşıb demirlər ki, müəllim, mənim nə qüsurlarım var. Mən məsələn bundan neçə il qabaq dünyasında Rasim müəllimlə hərdən söhbət edirəm. Rasim mən bu belə, o belə, ondan nələri söyləyənirəm. Mən Fuad Poladovdan son günlərə kimi zəngləşirdik, danışırdıq, söhbət edirdik. Mən ondan nələri söylənirdim. Həm insan kimi, həm aktyor kimi, həm hər cürə. Mən öyrənməyi xoşlayıram. Və bilirəm ki, Allah son nəfəsimə kimi mənə öyrənmək imkanı verib. O Peyğəmbərimiz buyurur, oxumaq, yenə də oxumaq. Oxumaq üçün buradan Çinə də get. Həmin oxumaq və öyrənmək insanın doğulduğu andan son nəfəsinə kimi onun ən böyük missiyasıdır. İnsanlarsa müasir dünyanın hamısına təbii ki, aidiyyat yoxdur. Bəlkə də hamısına aidiyyatı var. Çünki bugünkü Azərbaycanda, real Azərbaycanda insanlar öyrənmək istəmirlər. Bəlkə də ən böyük bəlamız da buradan gəlir. Mən bütün problemləri qoyuram bir kənara. Bugün Azərbaycan mədəniyyətinin ən böyük problemi, istəyir serialda, istəyir filmdə, istəyir bədii qiraətdə, hər musiqidə, ifaçılıqda heç kim öyrənmək istəmir. Hamı deyir ki, mən sənətkarım. Mən 7 yaşımdan televiziyaya gəlirəm. 7 yaşında gəlib kameranın qabağından keçib o gündən başlayıb sənətçi taleyini yazmağa. Yox, bu sənət deyil. Bu sadəcə olaraq bekar idi onun. Boş vaxtını nəyləsə doldurmaq istəyirdi. Neyniyim? Belə deyək də, özümdən çıxartdığım bir söz. TikTok düşüncəsi. TikTok düşüncəsi. Bekaram, nə söyləyim ki, mənə baxsınlar, məni tanısınlar, məni sevsinlər. Busa, üzr istəyirəm kəlməmə görə, busa sözün böyük mənasında sənətçi əxlaqsızlığıdır. Hərçənd ki, o sənətçi deyil ha. Bu, əxlaqsızlığa gedən yoldur. Özünü satmaq kimi bir şey. Amma bədii qiraət sənəti böyük sənətdir. Bunun böyük ustaları olub, Səməndər Rzayev kimi, Mikail Mirzə kimi, Həsən Əbluç kimi, Şahmar Ələkbərov kimi, Turabov kimi, Poladov kimi. Mən özümü usta saymıram. Mən özümü əslində heç kim saymıram. Sadəcə öyrənə gedən bir insanam. Allah bu yolda mənə yar olsun. Kamran müəllim, bir şeiri seçəndə ən çox nəyə diqqət edirsiniz? Yəni o şeirdə nə olmalıdır ki, siz o şeiri səsləndirsiniz? Ruh olmalıdır. Ruh olmalıdır. Şeirlər 3 qrupa bölünür. Bədii sənət əsərləri 3 qrupa bölünür. Qrafomanlar, yəni yazı yaza bilən adamlar. 7 yaşımızda birinci sinifə gedəndə vurulduq bir dənə qıza. Bir də saçlarda beləncin bir qıza vurulduq. Və gəldi və başladı yazmaya kimi gözəl saçların nə gözəldir Firuzə filan nənə başladı, bunu yazdıq. İnsan var ki, bunu davam etdirə gəlir və axırda da 70 yaşında da yazır ki, mən sənə vuruldum qaranlıq gecədə Firuzə. O qaranlıq gecənin eşqinə, sevgisinə, sevdasına indi özümdən yazıram. Bu qrafomandır. Bunun şeirə, poeziyaya, ədəbiyyata heç bir aidiyyatı yoxdur. Gəlir ikinci dəst insanlar. Bu insanlar istedadlı insanlardılar. Azərbaycan ədəbiyyatında, mədəniyyətində, sənətində istedadlı insanlar yetərincə çoxdur. İstedadlı olmaq hələ bu demək deyil ki, bu Mirzə Cəlildir, Nizami Gəncəvidir, Füzulidir, Turabovdur, Poladovdur, Vaqif Mustafazadədir, Rafiq Babayevdir. İstedadlı insanlar yetərincə çoxdur.
bu da var. Və ən önəmlisi bir də var dahilər, geni. Bax, dahi insanların ədəbiyyata, mədəniyyətə bəxş elədiyi şey ruh, həmin o ruhdan gələn bir şeydir. Ən önəmlisi, bəzən nələrdənsə ötürü biz o birinci, ikinci qrup şeirlərdən də oxuya bilirik. Nəyinsə maddiyyatın xətrinə, nəyinsə xətrinə, təbii ki, onu da ali nöqtəyə sürütləyə gətirmək bahası. Bu artıq başqa məsələdir. İşin kommersiya tərəfi tamam başqa. Amma bir də var ruh. O şeiri oxuyanda ki, onda o hiss edirsən ki, bu bir qatlı deyil. 2 lay, 3 qat, 4 qat, 5 qat və bu qatla gedir. Çünki bunu hansısa bir gözəl, işıqlı bir məqamda bu şair elə bil ki, bu şairə Allah elə bilir ki, bu şeiri üfürüb nəfəslə. O da ruhu ilə onu duyub və onu yazıb. Çalışıram ki, həmin birinci bu dahilərin, düha istedadlı, həqiqi istedadlı insanların şeirlərini oxuyub. Amma həyat, gerçəklik zalimdir, amansızdır. Hərdən bizi üçüncü qəbildən olan şeirlərlə də bizi mükafatlandırır. Biz isə çalışırıq onu belə nəsə bir şey eləyək. Elə bir şeir olubmu ki, Kamran müəllim, onu çox sevmişsiniz, o şeiri səsləndirməyi çox istəmişsiniz, amma o şeirin ağırlığı imkan verməyib ki, onu səsləndirəsiniz və yaxud da bir müddət alıb onu səsləndirməyiniz. Mən 17 yaşında instituta qəbul olanda mən elə bilirdim ki, dünyada bir dənə aktyor var, o da Kamran Yunis'dir. Doğrudan elə bilirdim və buna inanırdım da. Sonra yavaş bu 51 yaşıma kimi mən gördüm ki, yox, elə deyil. Elə deyil. Yavaş özüm öz gözümdən düşməyə başladım. Özümü daha çox görüb, daha çox bəyənməməyə başladım. O dövrdə nələrsə eləyirdim və o vaxtı da onları 100% qəbul eləmirdim. Amma indi görürəm ki, indi daha da dərinləşməyə gəlib çıxıram. O vaxt oxuduqlarımı indi bir daha oxumaq istəyirəm, bir daha o dərinliyə varmaq istəyirəm. Olub. Bugün də var ki, ona yaxınlaşıram və geriyə çəkilirəm. Elə şeir var ki, 4 dəfə oxumuşam, 4-ündə də xoşum gəlməyib. Hamı onu tərifləyib, baxış sayı belə haralara vurub. Amma siz bəyənməmişsiniz. Yox, mən bəyənmirəm. Bilirsiniz, ən önəmlisi nədir? Bəlkə də tamaşaçılar məni bu sözümə görə qınayacaqlar. Mən Leninin fikri ilə razı deyiləm. İncəsənət xalqa məxsusdur. Yox, xalqa məxsus deyil. İncəsənət sözün böyük mənasında kütləyə məxsusdur. Çünki Vaqif Mustafazadəni hamı sevə bilməz. Səttar Bəhluzadəni hamı sevə bilməz. Hamı Alim Qasımovu sevə bilməz. Yalandan söz də deyə bilər. Amma bu başqa bir şey. O duymaq da lazımdır, onu deyirsiniz. Təbii duymaq lazımdır. Bizim problemimiz həm də Sovetdən qalan bir problem var da. Biz hər şey beynimizlə qəbul eləmək istəyirik. Amma sənət beyin məhsuludur. Sənət ruh məhsuludur. Necə ki o bizdə o var. Azərbaycanda min illər boyu olub. O bir muğam oxuyur. Biz onun mənasını başa düşmürük. Ən əsas da o bir yerə gəlib çatır. Ey dad aman. Neynə da. O əman-əmanda deyir, neynə da. Çünki həmin məqamda o enerji gəlir ruhumuza və o oxuyan xanəndənin ruhunu hiss edirik. Biz o əman-əmandan da zövq alan millətik. Bu müstəvidən keçirik kənara və deyirik ki, 2 + 2 = 4 eləməlidir. Yəni məntiqlə məni başa sal. Bu zamanla həmin bu məntiq, Aristotel məntiqi insanları sözün böyük mənasında məhv elədi. Biz Aristotel məntiqini sənətdə, mədəniyyətdə də görmək istədik. Amma sənət Aristotel məntiqi deyil. Sənət
Lütfüzadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsinə daha çox yaxındır. Qeyri-səlis məntiq. Evklid həndəsəsinə, nonsensli düşüncəyə daha yaxındır. Ha belə. Kamran müəllim, illərdir aktyor kimi fəaliyyət göstərirsiniz, filmlərdə, seriallarda, rejissor kimi fəaliyyətiniz olub. Teatr səhnəsi ilə kamera qarşısı tamam fərqli mühitlərdir. Sizcə aktyor üçün hansı daha çətindir? Və hansı daha çox aktyoru yetişdirir? Aktyoru yetişdirir teatr. Aktyoru formada saxlayır teatr. Amma hər ikisi çətindir. Ümumiyyətlə, vicdanlı sənətçi üçün hər şey çətindir. Vicdan deyilən bir şey var. Bəli. Vicdan Allah. Əslində vicdan Allah deməkdir. Allah vicdan deməkdir. Vicdanlı, Allahlı insan üçün hər şey çətindir. Belə deyildi. Kafel vurmaq da. Baxırıq studiyamız necə gözəldir. Buranı kim düzəldibsə vicdanını düzəldib. Allah olub. Biraz da vicdanlı olsaydı biraz da gözəl olardı. O bir məşhur bir misal var. Çoxdandır bu misalı çəkmirəm. Rimsk Sabor tikəndə Roma papası, imperatoru gəlir. Ustalara, fəhlələrə deyir ki, nə iş görsən? Deyir ki, daş qoyuram. Deyir, bunu çıxardın işdən. O birisindən, sən nə inirsən? Deyir, su daşıyıram. Deyir, çıxardın işdən. Buna deyir, bu deyir, şkatur eləyirəm. Bu deyir, nə bilim, filan eləm, torpaq qaz, çıxardın. Arda bir nə yox. Deyir, sən nə iş gör? Deyir, Rimsk Sabor tikirəm. Deyir, bu qalsın. Çünki bu adam bu işi görmür. Bu adam Rimsk Saboru tikir. Mən bugün bədii qiraətlə məşğul deyiləm. Mən bugün aktyor deyiləm. Mən bugün rejissor deyiləm. Mən heç kim deyiləm. Sadəcə mən Azərbaycan mədəniyyətiyəm. Biraz böyük səsləndi, bəlkə təkəbbürlü səsləndi. Yox, bugün mən Azərbaycan mədəniyyəti üçün vicdanımla, ləyaqətimlə, abrımla, həyamla nəsə eləməyə çalışıram. Çünki Azərbaycan mədəniyyəti eyni zamanda Azərbaycan mənəviyyatıdır. Azərbaycanın, mən bilirəm ki, bugün yeni gələn nəsil əllərinə kitab götürüb oxumurlar. Mən bilirəm ki, yeni gələn nəsil ancaq telefondan nələrəsə baxmağı xoşlayırlar. Mən ona görə bədii qiraətlə məşğulam ki, heç olmasa bu yeniyetmələr, bu yeni gələn nəsil heç olmasa Nizami Gəncəvinin Leyli Məcnundan xəbər olsun, Füzulini eşitsin, Ramiz Rövşəni eşitsin, Rüstəm Behrudini, Elçin Mirzəbəylini, Şamil Ənvəroğlunu, Esmira Mehqızını. Mənim missiyam budur, mənim istəyim budur. Qayıdıram sizin sualınıza. Kino sənəti də, teatr sənəti də çox önəmli sənətlərdir. Aktyoru formada saxlayan teatrdır, aktyoru tarixdə saxlayan kinodur. Hər ikisi, biri sintetik sənətdir, yəni texniki sənətdir. Bu dəqiqə biz sizdən oturub söhbət edirik. Kinonun bir qoxusu var bizim burada da. Biz kameranı nəzərə alırıq, mikrofonu nəzərə alırıq, qulaqcıqları nəzərə alırıq. Hər şey nəzərə almaq məcburiyyətindəyik. Amma teatr birbaşa yaşamdır, birbaşa emanasiya məqamıdır. Enerji, öz enerjimi hiss edib o enerjini tamaşaçıya ötürürəm. Tamaşa bitdi, hər şey bitdi. Filmdə isə belə deyil. Stop verildi, montaj falan, 5 məkan və o öz ömrünü başlayır televiziyada, ya kinoteatrda və daha uzun ömürlüdür. Kamran müəllim, təşəkkür edirəm sizə və son olaraq mən bütün qonaqlarıma bir sual verirəm. Bir kitab, bir musiqi və bir film dinləyicilərimizə məsləhət görərdiniz. Hansı, məsələn, bu filmi nəyə görə mütləq izləməlidirlər, bu kitabı mütləq oxumalıdırlar, nəyə görə, yaxud da bu musiqini nəyə görə mütləq dinləməlidirlər? Mən istərdim ki, tamaşaçılarımız Azərbaycan klassik musiqilərini dinləsinlər. Fikrət Əmirov dinləsinlər. Belə, o bir var krantdan gələn su, bir də var ki, dağdan gələn su. Fikrət Əmirov dağdan gələn su kimi, bulaq kimi insanın ruhunu təzəliyir. İnsanın ruhuna belə bir
təravət bəxş edir. Kitabsa o qədər gözəl kitablar var. Kafkan oxusunlar. Marquez oxusunlar. İnandırım sizi ki, bəlkə deyəsiniz Kamran müəllim söhbətdən qaçır. Yox, oxusunlar, kamil olsunlar. İnsan nə qədər kamil olur, bir o qədər özgür olur, azad olur. Heç kimin köləsi olmur. Musiqi dedim, kitab, film olaraq. Yeni yetişməkdə olan Azərbaycan övladlarına deyirəm. Peşəkar da olsa, qeyri-peşəkar da olsa Azərbaycan filmlərinə baxsınlar. Əski Azərbaycan filmlərinə baxsınlar. Çünki o əski Azərbaycan filmlərində köhnəlmiş ola bilər, bəlkə bayaq ola bilər. Tutaq ki, Akira Kurosavanın filmləri kimi mükəmməl olmaya bilər. Tarkovskinin filmləri kimi ali olmaya bilər. Amma bizim əski filmlərdə mənəviyyat var, böyük-kiçik var. Böyüyə hörmət var, kiçiyə dəyər var, qadına hörmət var, qıza dəyər var. Bunlara baxsın, onlarda hər şey, orada gözəl musiqiləri var, Arif Məlikovun, hamının. O filmlər Azərbaycan mənəviyyatının süzgəcdən keçən ən gözəl nümunələridir. Baxsınlar, oxusunlar, baxsınlar, aliləşsinlər. İnsan aliləşdikcə azad olur və onda Allahın dərgahına alnı açıq gedir. Allahın bizdən istədiyi yalnız budur. Kamran müəllim, təşəkkür edirəm. Mən təşəkkür edirəm. Çox sağ olun, dəyər verib çağırmısınız. Xoş oldu mənə, doğrudan xoş oldu. Səsiniz bir gözəllik, özünüz daha dəyərli, suallarınız çox gözəl. Minnətdarım, yaxşı varıq. Təşəkkür edirəm və dinləyicilərimizə də xatırlatmaq istəyirəm ki, qonağımız teatr və kino aktyoru, rejissor, bədii qiraət ustası Kamran Yunus idi. Biz də gələn həftənin cümə günü yenə bu masada olacağıq. Sağ olun, sağlıqla qalın.